Qoç. Aktiv və hadisələrli gündür. Yaradıcılıq qabiliyyətləriniz üzə çıxacaq, buna görə də özünüzü yeni şeylərdə sınamaq üçün əlverişli zaman olacaq. İlk uğurlar çox gözlətməyəcək. Qoçların çoxu başqalarının köməyinə müraciət etməməlidir. Öz gücünə lazım olan hər şeyin öhdəsindən daha sürətli və daha yaxşı gələ biləcəklər. Uzun məsafəli və ya xarici səyahətlər də daxil olmaqla səyahət üçün əlverişli vaxtdır. Axşam saatlarında mühüm və xoş xəbərlər almaq mümkündür. Uzun müddətdir sizi narahat edən ciddi məsələləri yaxınlarınızla müzakirə etməli olacaqsınız. Bu, aranızda qarşılıqlı anlaşmanı yaxşılaşdıracaq. Səhər əsəbi olmayın və təhriklərə tab gətirin. Bu dəfə ünsiyyət baxımından asan olmayacaq, hətta köhnə tanışlarla belə anlaşmaq həmişəkindən daha çətin olacaq. Amma fikir ayrılıqlarının səbəbləri çətin ki, ciddi olsun. Bu o deməkdir ki, sonda hər məsələdə razılaşmaq mümkün olacaq. Müsbət tendensiyaların təsiri zaman keçdikcə artacaq, günün ikinci yarısı birinci yarıdan xeyli uğurlu və maraqlı keçəcək. Yeni vəzifələr götürmək üçün uyğun gələn saatlardır. Yeni işlərin öhdəsindən başqalarının gözlədiklərindən daha yaxşı gələcəksiniz. İş və əməkdaşlıqla bağlı maraqlı təkliflər almağınız mümkündür. Asan uğurlara ümid etməyin və qızıl xəzinələri vəd edən adamlarla ehtiyatlı olun. Bugün elə günlərdən biridir ki, hətta kiçik uğur qazanmaq üçün çox çalışmaq lazım gələcək. Bir işi sonraya təxirə salmaq arzu olunmazdır. Bu zaman narahatlıqlar yalnız artacaq, diqqətinizi cəmləmək getdikcə çətinləşəcək. Axşam saatlarında başqalarının səhvlərini düzəltməli olacaqsınız və bu, əhvalınıza o qədər də yaxşı şəkildə təsir etməyəcək. Əsəblərinizin pozulmasına yol verməməyə çalışın. Sevdiklərinizlə münasibətlər özünüzə nəzarət etməyi bacarmağınızdan asılı olacaq. Siz emosiyaların öhdəsindən gələ biləcəksiniz və münaqişələr yaranmayacaq. Səhər əsəbi və gərgin atmosfer hökm sürəcək. Bu, hər işin uzandığı, heç nədən problemlərin yarandığı vaxtdır. Odur ki, vacib işləri həmin saatlara planlaşdırmayın və həssas məsələlərdə diqqətli olun. Günün ikinci yarısında yaxşılığa doğru dəyişikliklər olacaq, axşam saatları isə ümumiyyətlə çox uğurlu zaman olacaq. Uzun müddətdir gözlədiyiniz şad xəbər sizi sevindirəcək. Planlaşdırılmamış səfərlər mümkündür. Qonaqlarınızın gəlməsindən şad olacaqsınız, əli boş gəlməyəcəklər, həm hədiyyələr, həm də imtina etmək istəməyəcəyiniz maraqlı ideyalar və təkliflər də gətirəcəklər. Nağd pul daxil olmaları da istisna edilmir. Səbirli olmağa hazırlaşın, bugün başqaları ilə ünsiyyət üçün buna ehtiyacınız olacaq. Xüsusilə yeni tanışlarla çətin olacaq. Nədənsə sizdə çatışmazlıqlar tapmağa çalışacaqlar və yaxşı cəhətlərinizə fikir verməyəcəklər. Hər kəsin sizin necə gözəl insan olduğunuzu və sizinlə iş görməyin nə qədər xoş olduğunu başa düşməsi üçün vaxt lazımdır. Axşama doğru diqqətinizi işə yönəltmək daha asan olacaq, çətin bir işin öhdəsindən gəlmək şansınız yaranacaq. Təcrübəniz faydalı olacaq. Onun sayəsində səhvləri önləyəcəksiniz. Özünüzü idarə etmək çox çətin olacaq, lakin bu tamamilə zəruridir. Əgər indi emosiyalarınıza sərbəstlik versəniz, səhvlərə yol verəcəksiniz, onları düzəltmək çox çətin olacaq. İşdə səhvlər, pulla bağlı uğursuz qərarlar mümkündür. Aşkar görünən faktları belə yoxlamaq üçün tənbəllik etməyin, həm sizin, həm də həmfikirlərinizin səhv etdiyi ortaya çıxa bilər. Detallara diqqət yetirmək bir çox xoşa gəlməz halların qarşısını alacaq. Ətrafınızdakı insanlar işlərinizə həmişəkindən daha tez-tez müdaxilə edəcək və bu, diqqətinizi cəmləmək istədiyiniz zaman baş verəcək. Belə anlarda cavab olaraq sərt sözlər deməkdən çəkinin. Həyəcanınızı cilovlayın. Buğa. Demək olar ki, bütün gün mükəmməl keçəcək. Əksər buğalar ünsiyyətdə səmimi və sadə olacaqlar ki, bu da onlara yaxınları ilə münasibətlərdə qeyri-müəyyənliklərdən və nöqsanlardan qurtulmağa imkan verəcək. Ən cəsarətli ideyalarınızı həyata keçirmək üçün əlverişli zamandır. Səylərinizin ilk bəhrəsini çox tez biçəcəksiniz. Səfərə başlamaq üçün əlverişli zamandır, çoxlu xoş təəssüratlar gətirəcək. Günün sonunda məişət problemləri özünü büruzə verəcək və bu sizi çox da sevindirməyəcək. Bununla belə, həqiqətən istəsəniz belə, darıxdırıcı işləri sonraya qoymamalısınız. İşgüzar danışıqları təxirə salmayın, günün birinci yarısı onlar üçün uğurlu zamandır. Maraqlı təkliflər mümkündür.
Ola bilər ki, xüsusilə maraqlı və perspektivli görünən işlə tam məşğul olmaq imkanınız olacaq. İnsanlarla danışıqlar aparmaq asan olacaq və bu bir çox problemlərin həllinə kömək edəcək. Günün ikinci yarısında böyük təlaş və çaşqınlıq yaşana bilər. Prioritetlərinizi nəzərə alın və ən vacib hesab etdiyiniz işlərdən yayınmamağa çalışın. Axşam saatlarında bir çoxları adi işlərdən qaçmaq, həyatına yenilik gətirmək istəyəcək. Belə bir fürsət mütləq ortaya çıxacaq. Günün ilk yarısından səmərəli istifadə etmək vacibdir, müxtəlif işlərə uyğun gələn zamandır. Əgər ehtiyacınız varsa, iş ortaqları tapmaq çətin olmayacaq və bundan əlavə bəzi ağıllı məsləhətlər alacaq və onlara qulaq asacaqsınız. Uğurlu alışlar və əməliyyatlar mümkündür. Sonradan elə bir vaxt gələcək ki, işdə ehtiyatlı olmaq və özünüzə diqqət yetirmək lazımdır. Həmişəkindən daha tez-tez gərgin vəziyyətlərə düşəcəksiniz, çox narahat ola və özünüzü daha pis hiss edə bilərsiniz. Kulinariya məsələlərində diqqətli olmalısınız, çünki həzm sisteminiz həssas olacaq. Kifayət qədər məhsuldar bir gün yaşayacaqsınız. Bugün çox yaxşı işlər görəcəksiniz və günün verdiyi imkanlardan mühüm işlər görmək üçün istifadə etməlisiniz. Geniş miqyaslı planları həyata keçirməyə başlaya bilərsiniz. Başladığınız işdən yarı yolda çıxmaq təhlükəsi olmayacaq, zəhmət tələb etsə belə məqsədlərinizə çatacaqsınız. İşgüzar və şəxsi münasibətlərdə yaxşılığa doğru dəyişikliklər mümkündür. Düşmənləriniz müttəfiqinizə çevrilə bilər. Cazibədarlığınız tez-tez kömək edəcək, insanlar sizə həvəslə kömək edəcək, birgə layihələr təklif edəcəklər, yeni tanışlar sizə tez etibar etməyə başlayacaqlar. Çox işləri yaxşı görəcəksiniz. Günə yaradıcılıq və təxəyyül tələb edən işlərlə başlayın, onları yaxşı bacaracaqsınız. Gündəlik, monoton işlər daha çətindir, çünki onlar çox darıxdırıcı görünə bilər. Ancaq ciddi səhvlərə yol verməyəcəksiniz. Günorta görüşlər üçün əlverişlidir. Onların iş və ya şəxsi münasibətlərlə bağlı olmasının fərqi yoxdur, hər halda məyus olmayacaqsınız. Axşam köhnə tanışlardan xoş xəbərlər vəd edilir. Hər şey yaxşı olacaq. Xüsusilə nəyin bahasına olursa olsun tək başına hərəkət etməyə cəhd etməyən, kənardan kömək qəbul edən, ortaqlar tapan və səxavətlə qələbə sevincini onlarla bölüşən buğalar üçün uğurlu gün olacaq. Yəqin ki, əməkdaşlığın başlanğıcı qoyulacaq və nəticədə dostluq münasibətləri də başlaya bilər. Romantik münasibətlər də istisna olunmur. Bugün həyatınıza yenilik gətirmək, vərdişlərinizi dəyişdirmək, əvvəllər ehtiyatla maraqlandığınız işlərlə birbaşa məşğul olmaq üçün əlverişlidir. Belə təşəbbüslərdə şanslı olacaqsınız. Əkizlər, uğurlu gündür. Canlılığın artdığını hiss edəcəksiniz, ona görə də istənilən sürprizin öhdəsindən asanlıqla gələcəksiniz. Bir çox əkizlər gizli istedadları oyatacaq, bu da onlara çoxlu maraqlı ideyalar irəli sürməyə kömək edəcək. Etibarlı müttəfiqlərin dəstəyi ilə onları həyata keçirmək daha asan olacaq. Son zamanlar bir-birinizi anlamaqda çətinlik çəkdiyiniz insanlarla münasibətlərinizi yaxşılaşdırmaq fürsəti yaranacaq. Axşam faydalı insanlarla görüşmək üçün idealdır. Vacib mövzuları müzakirə edəcək və mümkün əməkdaşlıq haqqında razılığa gələcəksiniz. Qətiyyətlə hərəkət edin. Bugün ulduzlar sizin tərəfinizdə olacaq, onların dəstəyi sayəsində uzun müddətli hədəflərə çata biləcəksiniz. Səhər yeni imkanlar açıla bilər. Çaşqınlığa düşməyin, onlardan istifadə etmək, uğurlu şəraitdən maksimum yararlanmağa çalışmaq vacibdir. Günün ikinci yarısı sevdiklərinizlə ünsiyyət, eləcə də bəyəndiyiniz insanla görüş üçün əlverişlidir. İntuisiyanız sizə necə davranacağınızı, nə demək və nə etmək lazım olduğunu söyləyəcək. Yeni təşəbbüslər üçün yaxşı gün deyil. Çoxsaylı gecikmələr, bəzi uğursuz təsadüflər ola bilər, buna görə də istədiyiniz nəticəni dərhal əldə etmək mümkün olmayacaq. Maliyyə çətinlikləri də istisna edilmir. Çox vaxt onlar gözləmədiyiniz zaman baş verəcək, buna görə də sizi ciddi şəkildə əsəbləşdirəcək. Tədricən vəziyyət yaxşılığa doğru dəyişəcək. Axşam saatları səhərlə müqayisədə daha gözəl olacaq və xoş xəbərlərlə sevindirəcək. Onlar həm şəxsən sizə, həm də yaxınlarınıza aid ola bilər. Və bu zaman çox gözəl ideyalar da yarana bilər. Çox işlər həmişəkindən daha çətin alınacaq. Xüsusilə tez-tez kiminləsə əməkdaşlıq etmək, birgə hərəkətlər barədə razılığa gəlmək lazım olan yerlərdə çətinliklər yaranacaq.
Anlaşmazlıqlar hər bir işi yerindən tərpətməyi çətinləşdirəcək. Ancaq yenə də uğur qazanmaq mümkün olacaq. Çox güman ki, bunun üçün bəzi qeyri-standart üsullara əl atmalı olacaqsınız. Təcrübələr keçirməyə və risk etməyə hazır olun, lakin sağlam düşüncəni əldən buraxmayın. Bundan əlavə, indi özünüzün qərar verməyiniz çox vacibdir. Məsləhətləri başqaları ürəkdən versələr də həmişə yaxşı olmur. Öz gücünüzə həddən artıq güvənməyin. Reallıq hissi bugün sizə zərər verməyəcək. Bir vaxtlar hər şeyə güvəndiyiniz insanlar bugün ümidlərinizi doğrultmaq əvəzinə sizi ruhdan sala bilərlər. Hər hansı daxil olan məlumatı yoxlayın, kiminsə sizi aldatmağa çalışması təhlükəsi var, işgüzar ünsiyyət ehtiyatlılıq və incəlik tələb edəcək. İddia irəli sürmək üçün yaxşı gün deyil. Bugün sahib olduğunuz sərtlik hər şeyi məhv edə bilər. Amma şəxsi münasibətlərdə belə problemlər yaranmayacaq, yaxınlarınızla asanlıqla ümumi dil tapa bilərsiniz. Günün başlanğıcı maraqlı və məhsuldar olacaq. Bu müddət ərzində çoxlu yaxşı fikirlər ortaya çıxacaq, onları gecikdirmədən həyata keçirməyə çalışın. Təəssüf ki, müsbət tendensiyaların təsiri uzun sürməyəcək, ona görə də tələsmək lazımdır. Günün ortası yeni narahatlıqlar və həyəcan gətirəcək. Bu zaman təkcə öz işinizlə deyil, başqalarının işləri ilə də məşğul olmalısınız. Bir çox əkizlər ciddi şəkildə əsəbləşəcəklər. Bundan əlavə, başqaları tez-tez sizə kömək etmək əvəzinə daha çox mane olacaqlar və yerli-yersiz tənqidlər səsləndirəcəklər. Siz özünüzə nəzarət bacarığınıza arxalanın, çünki bilirsiniz ki, bu münaqişələrdən qaçmağın yeganə yoludur. Xərçəng. Ən yaxşı gün deyil. Bir çox xərçənglər həddindən artıq inadkar və qətiyyətli olacaqlar. Bu keyfiyyətlər sizə pis xidmət edəcək. Yaxınlarınızla münasibətlərdə yığılmış ziddiyyətlərin daha da pisləşməsi ehtimalı var, mübahisələrə girməyin mənası yoxdur. Əgər ciddi məsələləri müzakirə etmək lazımdırsa, səbirli və nəzakətli olun. Belə olan halda münaqişələrdən və qarşılıqlı narazılıqlardan qaçmaq mümkün olacaq. Tələsik qərarlar qəbul etməməli və tələsik nəticə çıxarmamalısınız. Bununla belə kifayət qədər ehtiyatla bütün lazımi məsələlərin öhdəsindən gələ biləcəksiniz. Qızğın mübahisələrdən və sadəcə uzun mənasız söhbətlərdən qaçmağa dəyər. Bu, xüsusilə səhər saatlarında vacibdir. Bu zaman diqqətinizi biznesə yönəltsəniz, heç kimin diqqətinizi yayındırmasına imkan verməsəniz, o zaman çox işlərə vaxtınız olacaq. Bəzi köhnə səhvləri düzəltmək, eləcə də artıq çox zaman və zəhmət sərf etdiyiniz işi uğurla başa çatdırmaq şansınız olacaq. Günorta ailə işləri üçün əlverişlidir. Yaxınlarınızla münasibətlər yaxşılaşacaq, ola bilsin ki, küsülü olanların barışmasına kömək edəsiniz. Maliyyə məsələlərini həll etməyə tələsməyin, pula biraz məsuliyyətsiz yanaşırsınız, bu israfçılığa səbəb ola bilər. Özünüzü nəzarətdə saxlamaq vacibdir. Gün çoxlu güclü emosiyalar gətirəcək, lakin onlara sərbəstlik versəniz, şübhəsiz ki, peşman olacaqsınız. Sağlam düşüncənizi rəhbər tutmaq daha yaxşıdır. Onun sayəsində düzgün qərarlar qəbul edəcək, məqsədə doğru ən qısa yolu tapacaqsınız. Qeyri-adi işgüzar təkliflər mümkündür. Günün ikinci yarısı şəxsi münasibətlər baxımından xüsusilə əlverişli olacaq. Bu, fikir ayrılıqlarına, qarşılıqlı təhqirlərə və iddialara səbəb olacağından qorxmadan müxtəlif məsələlər haqqında danışa biləcəyiniz vaxtdır. Son zamanlar darıxdığınız insanlarla görüşmək imkanı qazanacaqsınız. Gərgin, maraqlı, lakin qeyri-müəyyən gündür. Çox narahatlıq gətirəcək, ancaq şikayət etmək üçün ciddi səbəb olmayacaq, yekunda hər şey yaxşı alınacaq. Əsas odur ki, ilk çətinliklərdən sonra təslim olmayın, səbirli olun. İşgüzar əlaqələri gücləndirmək fürsəti yaranacaq. Şəxsi münasibətlər ahəngdar şəkildə inkişaf edəcək, yaxınlarınızla yaxşı yola gedəcəksiniz, fikir ayrılığı üçün heç bir səbəb olmayacaq. Gələcəklə bağlı planları müzakirə edə bilərsiniz. Ola bilsin ki, bəzi müstəsna uğurlu həll yolları tapılsın. Müxtəlif insanlarla asanlıqla ümumi dil tapa bilərsiniz, hətta əvvəllər çox mübahisə etdiyiniz insanlarla da yaxşı yola gedə bilərsiniz. Köhnə dostlarla görüşlər və yeni xoş tanışlıqlar da mümkündür. Sizi biganə qoymayacaq gözlənilməz təkliflər istisna edilmir. Çox düşünmədən onlarla razılaşsanız, peşman olmazsınız. Gün iş üçün əlverişlidir. Çətin işlər və tapşırıqlar sizi qorxutmayacaq.
biraz əvvəl əldə edə bildiyiniz təcrübə və bilik onların öhdəsindən gəlməyə kömək edəcək. Səhvlərdən qaçmaq, istədiyiniz nəticəni tez əldə etmək mümkün olacaq. Səhər işgüzar danışıqlar üçün yaxşı zamandır. İstənilən görüş çox uğurlu ola bilər. Siz dərhal həmsöhbətlərinizin rəğbətini qazanacaqsınız, hətta rəqiblər də sizin tərəfinizi tutacaqlar. Günün ortalarına qədər mühüm qərarlar qəbul edə bilərsiniz, vəziyyəti düzgün qiymətləndirəcəksiniz, buna görə də səhv etmək ehtimalınız minimaldır. Daha sonra istirahət üçün əlverişli vaxt olacaq. Həddindən artıq işləməkdən qaçmağa çalışın, ağır iş səhhətinizə pis təsir edəcək. Axşam üçün çətin söhbətlər planlaşdırmayın, xoşagəlməz düşüncələrdən qurtulmaq çətin olacaq. Şir, pis gün deyil. Digər insanları asanlıqla başa düşə və onlarla ümumi dil tapa biləcəksiniz. Sizi narahat edən uzun müddətdir davam edən ziddiyyətləri həll etmək üçün əlverişli zamandır. Bəzi şirlər qəfil maliyyə rifahı yaşayacaqlar. Romantik hekayəyə başlamaq üçün yaxşı vaxtdır. Çox güman ki, köhnə tanışlarınızdan birinə gözlənilməz tərəfdən baxa biləcəksiniz. Axşam saatlarında hətta aşkar səbəblər olmadan da narahatlıqlar istisna edilmir. Qohumlarla kiçik münaqişələr mümkündür, lakin hər şey tez həll olunacaq və qarşılıqlı razılıq əldə olunacaq. Xəyallar qurmayın, hadisələrə real baxmağa çalışın. Məhz bu yanaşma problemlərdən qaçmağa, bir çox mürəkkəb problemlərin həlli ilə mükəmməl məşğul olmağa imkan verəcək. Təcrübəniz işin öhdəsindən gəlməyə kömək edəcək. Onun sayəsində istədiyiniz nəticəni tez əldə edə, rəqiblərinizi geridə qoya bilərsiniz. Qohumlarla kiçik fikir ayrılıqları ola bilər, bəzi gündəlik işlərə, məişət problemlərinə görə mübahisələr mümkündür. Narahat olmayın, tezliklə hər şey yaxşı olacaq. Təmkinli olmaq və xırda problemlərə əsəbləşməmək lazımdır. Heç bir əlamətdar hadisə ilə yadda qalma ehtimalı olmayan sakit, amma xeyirli gündür. Əvvəllər başladığınız işləri sakitcə başa vura, son vaxtlar sizi narahat edən suallara cavab ala bilərsiniz. Köhnə tanışlar sizə qonaq gələ bilər, onları görmək maraqlı və xoş olacaq. Mümkündür ki, faydalı bir şey öyrənəsiniz, tezliklə lazımlı olacaq məlumatı vaxtında əldə edəsiniz. Planlaşdırılmamış xərclər mümkündür. Bir çox plansız alışlar uğurlu olacaq, lakin bu, yalnız kiçik alışlar üçün doğrudur. Böyük məbləğdə alışlara tələsməmək daha yaxşıdır. Çox məhsuldar gün olacaq, çox şeyə nail ola bilərsiniz. İşə səhər başlamaq lazımdır, çünki günün ilk yarısı xüsusilə əlverişli olacaq. Bu vaxt işgüzar səfərlər üçün də uyğundur. Bürcün bəzi nümayəndələri vacib məlumatları digərlərindən daha əvvəl alacaqlar. Sonradan maliyyə məsələlərinin həlli üçün əlverişli dövr gələcək. Qazanclı sövdələşmələr bağlayacaqsınız, bəzi faydalı şeylər ala biləcəksiniz. Gözlənilməz pul gəlirləri və ya çox sevinəcəyiniz hədiyyələr də istisna edilmir. Çətin və vacib işlərlə məşğul olun. Bugün çətin ki, kimsə onları sizdən yaxşı idarə edə bilsin. Çoxlarını çaşdıran sualları həll etmək mümkün olacaq. Çox faydalı məlumatlar almağınız mümkündür. Bu, planlarınızı tənzimləməyə, ilk növbədə nəyə diqqət yetirəcəyinizə və nəyi sonraya təxirə salacağınıza qərar verməyə kömək edəcək. Həm işgüzar görüşlər, həm də şəxsi görüşlər yaxşı keçəcək. Çox fərqli insanlarla dil tapmaq sizin üçün asan olacaq, hətta xaraktercə sizdən fərqli olanlarla belə dostluq etmək asan olacaq. Bəlkə də tezliklə sizin üçün çox vacib olacaq romantik bir əlaqə başlayacaq. Başqaları ilə yaxşı münasibət saxlamaq asan olmayacaq. Xırda şeylərə görə inciyə, sonra peşman olacağınız sözlər söyləyə və ya hərəkətlər edə bilərsiniz. Bəzən pis xatirələr indi baş verənlərə diqqət yetirməyə mane olacaq və siz uğursuz qərarlar qəbul edə bilərsiniz. Unutmayın ki, tələsməyə ehtiyac yoxdur. Sakitcə düşünmək, fəaliyyət planı hazırlamaq üçün kifayət qədər vaxtınız var, təhsil, məlumatlarla işləmək üçün əlverişli gündür. Nəyin vacib və nəyin əhəmiyyətsiz olduğunuz müəyyən etmək, müşahidələrinizdən düzgün nəticə çıxarmaq sizin üçün asan olacaq. Bundan əlavə, əvvəllər öyrəndikləriniz fayda verəcək. Qız, bir az mübahisəli gündür. Səhər saatlarında praktiklik və sağlam düşüncə sayəsində bir çox problemləri həll edə biləcəksiniz. Uzun müddət görmədiyiniz insanlarla ünsiyyət üçün əla vaxtdır.
Bəzi qız bürcləri pozulmuş münasibətləri bərpa edə biləcək və bu, onların həyatına müsbət təsir göstərəcək. Ailə üzvləri işlərinizə qarışmağa cəhd edə bilərlər ki, bu da uyğun və vaxtında olacaq. Günün ikinci yarısı yeni şeylər öyrənmək, etibar etdiyiniz insanlarla perspektivli ideyaları müzakirə etmək üçün əlverişlidir. Eyni zamanda, xərclərinizi məhdudlaşdırmalı və impulsiv hərəkətlər etməməlisiniz. Qətiyyətlə hərəkət edin, günə ən vacib işlə başlayın. Səhər bir çox işlər yaxşı alınacaq. Mürəkkəb işlərin də öhdəsindən uğurla gələcəksiniz. Ola bilər ki, heç gözləmədiyiniz insanlar bu işdə sizə kömək etsinlər. Bəzilərinə çox sərfəli şərtlərlə əməkdaşlıq təklif olunacaq. Günortadan sonra soyuqqanlılığı qorumaq çətinləşəcək. Uzun izahatları sevməyən, hər zaman öz işini görməyə, heç kimlə məsləhətləşməməyə üstünlük verənlər üçün bu saatlar əsl sınaq ola bilər. Ətrafınızdakı insanlar işlərinizə həmişəkindən daha tez-tez müdaxilə edə bilərlər və bəzən bu çox yersiz olacaq. Çətin gündür. Özünüzü idarə etməyə çalışın. Bugün hətta əvvəllər yaxşı münasibət saxlamaq üçün çox çalışdığınız insanlarla da mübahisə etmək riskiniz var. Bəzən ifadələrinizdə çox sərt olursunuz və ya istəmədiyiniz məsləhətləri verirsiniz. Ətrafınızdakı insanlar belə şeylərə çox kəskin reaksiya verə bilər, nəticədə münaqişələr yarana bilər. Öz üzərinizdə çalışaraq uğur qazana bilərsiniz. Yaradıcı yanaşma tələb edən işlərdə xüsusilə yaxşısınız. Çox vaxt ən yaxşı nəticələri əldə etməyə imkan verəndə məhz orijinal yanaşmanız olacaq. Bugün yaxşı bir başlanğıc olacaq, bu vaxtdan vacib işlər üçün istifadə etmək olar. Diqqətinizi cəmləməyi, heç nəyi gözdən qaçırmamağı, yığılıb qalan məsələləri həll etməyi bacaracaqsınız. İşgüzar görüşlər, hətta çox gözləmədiyiniz görüşlər də məhsuldar alınacaq. Günün ikinci yarısı daha məşğul olacaq. Uğursuz qərarlar, hesablamalarda səhvlər mümkündür. Bəzən başladığınız işi sona çatdırmaq üçün kifayət qədər əzmkarlığınız olmayacaq. Sizə yaxın olanlar sizə dəstək olmaq istəsələr də həmişə düzgün sözləri tapa bilməyəcəklər. Cəld hərəkət etməyə hazırlaşın. Bugün çox iş görməlisiniz və təkcə öz işinizlə deyil, başqalarının işləri ilə də məşğul olmalısınız. Başqalarının buraxdığı səhvləri düzəltməli olacaqsınız və bu vaxtınızı çox alacaq. Ancaq zəhmətinizin nəticələrindən razı qalacaqsınız və buna görə çətin ki, şikayətlənəsiniz. Gün öyrənmək üçün əlverişlidir. Lazım olan hər şeyi yaxşı yadda saxlayacaqsınız. Bugün əldə etdiyiniz biliklər yaxın gələcəkdə sizin üçün faydalı olacaq. Axşam xoş görüşlər, eləcə də uzun müddət yaddaşlarda qalacaq tanışlıqlar vəd edilir. Günün ilk yarısı kifayət qədər uğursuz ola bilər. Yaxşı olar ki, bu zaman vacib işlərlə məşğul olmayasınız. Amma getdikcə vəziyyət yaxşılığa doğru dəyişəcək, səhvləri düzəltmək, sizi maraqlandıran işlə məşğul olmaq mümkün olacaq. Təşəbbüsü ələ almaq vacibdir. Nəyinsə təklif olunacağını gözləməyin, öz fikirlərinizi bölüşün. Şəxsi münasibətlərdə yaxşılığa doğru dəyişikliklər mümkündür. Günün ikinci yarısı yaxınlarınızla ünsiyyət, bəzi ailə hadisələri üçün münasibdir. Ciddi məsələləri müzakirə edə bilərsiniz, fikir ayrılığı olmadan danışa bilərsiniz. Tərəzi. Xoş və asan gündür. Planladığınız hər şeyi gözlədiyinizdən də tez edə biləcəksiniz. Qonaqları qəbul etmək üçün gözəl vaxtdır. Ünsiyyət sizə çoxlu xoş anlar gətirəcək. Bir çox tərəzilər ümidverici təkliflər alacaqlar ki, onları çox uzatmadan qəbul etmək lazımdır. Yaradıcılığınız və gizli istedadlarınız üzə çıxacaq. Özünüzü tanımadığınız bir işdə sınaya bilərsiniz, əsasları asanlıqla mənimsəyəcək və ilk yaxşı nəticələrini əldə edəcəksiniz. Yeni maraqlarınız və ya maraqlı hobbinizi inkişaf etdirməyiniz tamamilə mümkündür. Yaxın gələcəkdə konkret nəticələrə diqqət yetirmək vacibdir. Fantastik uzun müddətli planlar qurmaq üçün cari işləri təxirə salmayın. Bugün sizə gələcək ideyalar parlaq görünə bilər. Amma onlara tənqidi yanaşmağa çalışın. Bu, enerjinizə qənaət etməyə, boş gözləntilərdən və məyusluqlardan qorunmağa kömək edəcək. Diqqətini dərslərinə yönəldən tərəzilər gününü yaxşı keçirəcək. Bürcün nümayəndələri lazım olan hər şeyi tez öyrənəcəklər, məlumatların toplanması və təhlili ilə bağlı problem yaşamayacaqlar. İşgüzar ünsiyyət, iş və bizneslə bağlı istənilən məsələnin müzakirəsi üçün əla gündür.
Öz mövqeyinizi müdafiə etməyi, rəqibləri inandırmağı bacaracaqsınız. Qazanclı sövdələşmələr bağlamaq və ya uzun müddətli əməkdaşlıq haqqında razılaşmaq şansı olacaq. Ailədə bəzi xoş hadisələr və ya yaxınlarınızla bağlı xoş xəbərlər ola bilər. Bəzi tərəziləri maraqlı səfərlər gözləyir. Əgər yola çıxmısınızsa, gəzintiyə vaxt tapın, yeni yerlər görməyə çalışın. Düşüncələrinizlə tək qalmaq yaxşı olacaq. Gününüz bərəkətli olacaq. Diqqət və detallara diqqət tələb edən mürəkkəb işlər üçün uyğundur. Diqqətiniz dağılmayacaq, ona görə də səhv etməyəcəksiniz. Köhnə təcrübəniz faydalı olacaq. Ətrafınızdakı insanlar qeyri-adi qərarlarınızdan xoş anlamda təəccüblənəcəklər. Şübhəsiz ki, ideyalarınızı həyata keçirməyə kömək etmək istəyən insanlar olacaq. Günün ikinci yarısı maraqlı tanışlıqlar vəd edir. Çoxlarında yaxşı təəssürat yarada biləcəksiniz. Sürətlə inkişaf edəcək romantik münasibətlərin başlanğıcı istisna edilmir. Ünsiyyətə gəlincə, intuisiyanız sizi məyus etməyəcək. Gün nağd pul daxil olmaları və uğurlu əməliyyatlar vəd edir. Təcrübəsi olmayan tərəzilər də kommersiya fəaliyyətlərində uğur qazana biləcəklər. Qeyri-adi biznes ideyaları ortaya çıxa bilər. Onları yaxın günlərdə həyata keçirmək imkanınız olacaq. Bugün insanlarla ünsiyyət qurmaq xüsusilə asan olacaq. İşgüzar və şəxsi münasibətlərdə yaxşılığa doğru nəzərə çarpacaq dəyişikliklər gözlənilir. Son zamanlar sizi narahat edən münaqişələrin çoxu keçmişdə qalacaq. Axşam kiçik bir ailə tətili üçün uyğundur. Bunun üçün mütləq səbəb olacaq. Əlverişli, məhsuldar, maraqlı və hadisələrlə zəngin gündür. Özünüz və başqaları üçün çox şey edə bilərsiniz. Hətta mürəkkəb tapşırıqlar da asanlıqla həll olunacaq. Çox vaxt çətinliklərin öhdəsindən gəlmək üçün uzun müddət nəyisə planlaşdırmaq, beyninizi yormaq lazım gəlməyəcək. Münaqişədə olduğunuz insanlarla barışmaq şansınız olacaq. Ola bilsin ki, yaxın vaxtlara qədər sizi kiçik hesab edən insanlar münasibəti dəyişsinlər. Nağd pul gəlirləriniz ola bilər, çox faydalı olacaq, uğurlu alış-veriş etməyə imkan verəcək. Əqrəb, hər şey planlaşdırdığınız kimi alınmayacaq. Bununla belə günün ilk yarısı uğurlu olacaq, ona görə də vaxt itirməyə ehtiyac yoxdur. Bir vaxtlar təxirə saldığınız işləri sonradan yerinə yetirə biləcəksiniz. Bir çox əqrəblər hər şeyin öhdəsindən tək gəlmək məcburiyyətində qalmayacaqlar, ailə üzvləri, qohumlar və dostlar köməyə gələcəklər. Günortadan sonra soyuqqanlılığı qorumaq çətin olacaq. Dürüstlüyünüz artacaq, ağıllı qərarlar vermək həmişəkindən daha çətin olacaq. Axşam ən yaxşı şəkildə sakit atmosferdə, ailə ilə və ya sevilən birinin əhatəsində keçirilməlidir. İş yeri və ya bizneslə bağlı qərarlar qəbul etməyə, vədlər verməyə tələsməyin. İndi sadə görünən məsələ əslində mürəkkəb və çaşdırıcı ola bilər və tez həll etməyi gözlədiyiniz işlər çox vaxt aparacaq. Ola bilər ki, sizin köməyə ehtiyacınız olacaq, ancaq onu dərhal ala bilməyəcəksiniz. Şəxsi münasibətlər sahəsində müsbət meyllərin təsiri üstünlük təşkil edəcək. Yaxınlarınızla ünsiyyət sizi sevindirəcək, asanlıqla ümumi dil tapar, çox məsələdə razılaşa bilərsiniz. Xoş tanışlıqlar mümkündür, romantik hekayənin başlanğıcı istisna edilmir. Ünsiyyət üçün əlverişli gündür. Çoxları ilə ortaq dil tapacaqsınız, heç kimin ümumiyyətlə anlaşa bilmədiyi insanlarla anlaşma əldə edəcəksiniz. Çətin anda arxalana biləcəyiniz çox güclü müttəfiqləriniz ola bilər. Həm köhnə, həm də yeni tanışlarla münasibətlərdə səmimiyyət önəmlidir. Nə qədər açıq olsanız, ümumi dil tapmaq bir o qədər asan olar. Sənədləşmə işində çətinliklər ola bilər, bəzən vacib detalları gözdən qaçıracaqsınız və ya sadəcə diqqətinizi cəmləyə bilməyəcəksiniz. Hər şey yaxşı olacaq. Gün baş gicəlləndirici qələbələr vəd etmir, amma ümumilikdə yaxşı alınacaq. Ən yaxşısı, adi işləri görmək üçün uyğundur. Belə işlərdə yanılmırsınız, heç bir gecikmədə olmur və istədiyiniz nəticəni tez bir zamanda əldə edə bilərsiniz. Yeni bir şey öyrənmək daha çətin olacaq, nəyin vacib və nəyin əhəmiyyətsiz olduğunu həmişə başa düşməyəcəksiniz, bəzən səhvlər edəcəksiniz. Günün ikinci yarısında son vaxtlar kifayət qədər ünsiyyət qurmadığınız köhnə tanışları görmək fürsəti yaranacaq. Vacib məsələlər haqqında danışa biləcəksiniz, dəstək alacaqsınız və özünüzü daha inamlı hiss edəcəksiniz. Mübahisələrə hazır olun.
Çox güman ki, bugün öz mövqeyinizi müdafiə etməli, şübhə edənləri haqlı olduğunuza inandırmalı olacaqsınız. Bu, səbrlə və mehribanlıqla edilməlidir. Özünüzə nəzarəti qoruyub saxlamalı və ən yorucu vəziyyətdə belə təmkinli qalmalısınız. Bunu etsəniz, şübhəsiz ki, yeni tərəfdaşlar qazanacaqsınız. Zamanla onlar sizin ən yaxşı dostlarınız ola bilərlər. Evdə həmişəkindən daha çox narahatlıq yaşanacaq. Mümkündür ki, bəzi xırda problemlər yaransın, onların həlli planlaşdırılmamış xərclər tələb edəcək. Əsəbləşməsəniz gün yaxşı keçəcək. Bürcün bütün nümayəndələri sakit qalmağı bacarmayacaq, çünki bugün bir şey plana uyğun getməyə bilər, gərgin anlar və gözlənilməz çətinliklər istisna edilmir. Amma emosiyalarınızı idarə etsəniz, şübhəsiz ki, vəziyyəti yaxşılığa doğru dəyişməyin yolunu tapacaqsınız. Günün ikinci yarısı sizi gözlənilməz görüşlərlə sevindirəcək. Bu vaxt darıxdığınız insanlarla görüşmək üçün də uyğundur. Köhnə dostlar söhbət etməkdən məmnun qalacaqlar. Onlar üçün maraqlı təkliflər tapmağınız mümkündür. Ox atan. Qeyri-müəyyən bir gündür. Səhər saatlarında yığılmış işləri sıraya qoya və uzun müddətdir təxirə saldığınız bir çox vacib məsələləri həll edə biləcəksiniz. Ox atanların çoxu müxtəlif insanlarla çox ünsiyyət qurmalı olacaqlar. Dost münasibət və digər insanı anlamaq istəyi qarşılıqlı anlaşmaya nail olmağa kömək edəcəkdir. Tezliklə mütləq sizin üçün faydalı olacaq yeni biliklər əldə etmək üçün yaxşı vaxtdır. Axşama doğru xırda anlaşılmazlıqlar mümkündür ki, bu da qohumlarla münasibətlərinizə mənfi təsir göstərəcək. Ancaq səbirli və nəzakətli olsanız, hər şeyi həll edə bilərsiniz. Sağlam düşüncənizə istinad edin. Bugün sizə əsəbi səhvlərdən qaçmağa, təhriklərə tab gətirməyə və qeyri-müəyyən bir vəziyyətdə düzgün davranmağa kömək edən də məhz soyuqqanlı düşüncəniz olacaq. Liderlik keyfiyyətləriniz bugün xüsusilə parlaq olacaq. Onların sayəsində siz yeni tərəfdaşlar tapacaqsınız və peşəkar uğurlar qazanacaqsınız. İsrarlı ox atanlar karyerada yüksəlməyin bir yolunu tapacaqlar. Ailədə bəzi xoş hadisələr, yaxınlarınızla münasibətlərdə yaxşılığa doğru dəyişikliklər ola bilər. Sizin üçün əziz olan insanlarla daha çox vaxt keçirməyə çalışın. Sevdiyiniz insanla yaxşı bir səyahətə çıxa bilərsiniz. Günün başlanğıcı olduqca gərgin alınacaq. Bu zaman həyəcana asanlıqla müqavimət göstərə bilməyəcəksiniz, xırda məsələlərdən narahat ola bilərsiniz. Mümkündür ki, düşmənləriniz bundan istifadə etməyə çalışsınlar, ona görə də diqqətli olun. Sonradan müsbət tendensiyaların təsiri artacaq, özünüzü daha inamlı hiss edəcəksiniz. Qazanclı sövdələşmələr bağlamaq, bəzi vacib maliyyə məsələsini uğurla həll etmək imkanı olacaq. Bir çox ox atanlar pul və əmlak məsələsində nəinki səhv etməyəcəklər, həm də tanışlarını tələsik hərəkətlərdən çəkindirəcəklər. Günün başlanğıcı yaxşı olacaq və bu, bəzi vacib məsələlərin həlli üçün istifadə edilməlidir. Çətinliklərin öhdəsindən gəlmək üçün gözlənilməz, lakin çox təsirli bir yol tapacaqsınız. Bir çox ox atanların işdə sadəcə bəxti gətirəcək bürcün nümayəndələri doğru zamanda doğru yerdə olacaqlar. Zaman keçdikcə müsbət tendensiyaların təsiri azalacaq. Bu, hər hansı bir problemi həll etmək üçün getdikcə daha çox səy tələb olunduğu peşəkar sahədə xüsusilə nəzərə çarpacaq. Şəxsi münasibətlər də bir qədər gərginləşəcək. Amma siz emosiyalarınızı nəzarətdə saxlayacaqsınız, həyəcanlana və təşvişə imkan verməyəcəksiniz. Ona görə də münaqişələr yaranmayacaq. Günün əvvəlində soyuqqanlılığı qorumaq vacibdir. Bu, asan vaxt deyil, bəzi gözlənilməz hadisələr ehtimal olunur, buna görə də planlarınızı dəyişdirməli olacaqsınız. Başqaları ilə münasibətlər çətin ola bilər. Təxribatlara tab gətirməyə çalışın. Münaqişələrdən və mübahisələrdən qaçmaq sizin ixtiyarınızdadır. Günün ikinci yarısı da məşğul keçəcək, lakin həyəcan üçün daha az səbəb olacaq. Görüləsi çox iş olacaq, amma onlar sadə və xoş olacaqlar. Hər işdə yaxşı nəticə alacaqsınız. Bəzi xoş fəaliyyətlər üçün də vaxtınız qalacaq. Çoxlu maraqlı imkanlar açan yaxşı gündür. Yeniliklər etməkdən zövq alacaqsınız. Başqalarının uğursuz olduğu yerdə uğur qazanmağa imkan verən yaradıcılıq bacarığınız var, ancaq siz sadəcə təxəyyülünüzə əsaslanmır və ağlınıza gələn hər şeyi həyata keçirmirsiniz. Həm də sağlam düşüncə və həyat təcrübəniz düzgün qərarlar qəbul etməyə kömək edir.
Xüsusilə maliyyə məsələlərində lazımsız risklərdən qaçmağa çalışın. Gün şəxsi münasibətlər baxımından əlverişlidir. Sevdiklərinizlə ünsiyyətdə olmaq sevinc gətirəcək. Oğlaq. Səhər çətin başlayacaq, amma sonra hər şey yaxşılaşacaq. Sevdiklərinizlə ünsiyyət qurarkən həddindən artıq inadkar olmamalısınız, əks halda mübahisələr və qarşılıqlı təhqirlər qaçılmazdır. İlk cəhddə bütün vəzifələrin öhdəsindən gəlmək həmişə mümkün deyil. Bir çox oğlaq səbir və əzmkarlıq üzərində cəmləşməlidir. Enerjinizi düzgün istiqamətə yönəltsəniz, kifayət qədər layiqli nəticələr əldə edəcəksiniz. Günün ikinci yarısında hər şey yaxşılığa doğru dəyişəcək. Uzun müddətdir davam edən fikir ayrılıqlarını aradan qaldıra, yaxın vaxtlarda münasibətləri gərginləşdiyiniz insanlarla barışa biləcəksiniz. Gün yeni bir işə başlamaq üçün mükəmməldir. Uğur sizi müşayiət edəcək, hətta heç inanmadığınız yerlərdə belə yaxşı nəticələr əldə edə biləcəksiniz. Şübhəsiz ki, sizin yeni tərəfdaşlarınız və köməkçiləriniz olacaq. Tezliklə siz onlarla dost olacaqsınız. Gün maliyyə məsələlərinin həlli üçün də münasibdir. Burada səhv etməyəcəksiniz. Ən yaxın insanlarla münasibətlər həmişə asan olmayacaq, bəzən sizi səhv başa düşəcəklər. Ancaq fikir ayrılığı üçün ciddi səbəblər olmayacaq, bir çox mübahisələri sakitcə həll edə biləcəksiniz. Çox gərgin gün olacaq. Emosional fon gərgindir, təmkininizi asanlıqla itirə, xırdalıqlara görə narahat ola bilərsiniz. Çox vaxt dost olmayan insanlarla qarşılaşmalı olacaqsınız, onlar sizi təhrik etməyə və sadəcə əsəbləşdirməyə çalışa bilərlər. Maliyyə itkiləri və uğursuz alışlar istisna edilmir. Bugün yaxınlarınızın dəstəyi xüsusi əhəmiyyət kəsb edəcək. Əgər səmimi olsanız, mütləq lazım olan dəstəyi əldə edəcəksiniz. Sizi həyəcanlandıran və narahat edən məsələlər haqqında danışmaqdan çəkinməyin. Bəzi oğlaqlara çox ağıllı məsləhətlər veriləcək. Bu, asan gün olmayacaq. Günün başlanğıcı ciddi problemlər gətirməyəcək, lakin artıq bu zaman uğurun tez bir zamanda əldə ediləcəyi ehtimalının az olduğu aydın olacaq. Tədricən vəziyyət daha da gərginləşəcək, getdikcə daha çox işiniz olacaq, başqaları ilə münasibətlər getdikcə çətinləşəcək, yorğunluq artacaq. Günün ikinci yarısı üçün vacib heç nə planlaşdırmasanız yaxşı olar, çox güman ki, bu zaman dincəlmək istəyəcəksiniz. Sadəcə sonraya təxirə salına bilməyən və ya başqasına həvalə edilə bilməyən işlər varsa, əsəblərinizi qoruyaraq onlarla mümkün qədər sakit şəkildə məşğul olun. Pulla ehtiyatlı olun. Gün maliyyə məsələlərini tələsik həll etmək, alış-veriş etmək və ya düzgün düşünmədən əməliyyatlara girmək üçün münasib deyil. Səhər aldığınız təklifləri qəbul etməzdən əvvəl 2 dəfə düşünün. Günün qalan hissəsi yaxşı keçəcək. İşinizdə nəzərə çarpacaq irəliləyiş əldə edə, ümidsiz görünən işləri uğurla başa çatdıra bilərsiniz. Şəxsi münasibətlərdəki dəyişikliklərdən məmnun qalacaqsınız. Sevdiklərinizlə yola getmək əvvəlkindən daha asan olacaq. Mükəmməl başa düşüldüyünüzü hiss edəcəksiniz. Bərəkətli və uğurlu gündür. Əvvəllər çətin olan işlər də daxil olmaqla çox işlərdə uğur qazana bilərsiniz. Köhnə və yeni tanışlar kömək edəcəklər, hətta rəqiblər də sizin tərəfinizi tuta bilər. Əvvəllər sırf formal olan münasibətlər getdikcə isti və rahat xarakter alacaq. Günortadan sonra yaxşı ideyalar yaranacaq. Onların dərhal həyata keçirilə biləcəyi ehtimalı azdır, amma sonradan planınıza qayıdacaqsınız. Axşam təkcə sizin üçün deyil, yaxınlarınız üçün də vacib olan xoş xəbərlərin zamanıdır. Dolça. Günün ilk yarısı gərgin keçəcək. Xırda şeylərə hədsiz əhəmiyyət verməyə başlayacaqsınız və vacib detalları gözdən itirəcəksiniz. Kiçik, lakin çox zəruri bir şeyi itirmək mümkündür. Dolçaların əksəriyyəti tələsik qərarlara meyilli olacaqlar, bu da həmişə müdrikliklə nəticələnməyəcəkdir. Yaxın ətrafınızdakı insanların məsləhətlərindən əl çəkməyin, bu sizi bezdirici səhvlərdən xilas edəcək. Tədricən hisslərinizin öhdəsindən gələcək və güc artımı hiss edəcəksiniz. Uzun müddətdir təxirə saldığınız işləri yenidən həyata keçirə biləcəksiniz. Axşam çoxlu ümumi maraqlarınız olan faydalı insanlarla görüşmək üçün əlverişlidir. Hisslərinizi cilovlamağa çalışın. Bugün qəfil impulslara tab gətirmək, emosiyalara müqavimət göstərmək lazımdır.
Yaxşı düşünülmüş qərarlar düzgün olacaq, ancaq qızğın başla edilən hərəkətlər peşmanlıq gətirəcək. Köhnə dostların verdiyi məsləhətlərə qulaq asın. Bu, utanc verici səhvlərdən qaçmağa kömək edəcək. Müsbət tendensiyaların təsiri hər keçən saat artacaq. Günün ikinci yarısı birincidən qat-qat əlverişli olacaq. Bəzi köhnə problemlərin öhdəsindən gəlmək, əvvəllər buraxılmış səhvləri düzəltmək şansı olacaq. Bu gündən çox şey gözləməyin, yalnız orta dərəcədə uğurlu olacaq. Düzgün qərarlar qəbul etmək həmişə mümkün olmayacaq. Dolçalar tez-tez səhv edəcəklər, öz təcrübələrinə güvənməyə və məsləhətlərə əməl etməyə həvəsli olmayacaqlar. Bürcün bəzi nümayəndələri düzgün fayda əldə etmək üçün kifayət qədər məlumata malik olmaya bilər. Səyahətlər yaxşı alınacaq, işgüzar görüşlər səmərəli ola bilər. Sizi maraqlandıran mövzularda suallar verməkdən çəkinməsəniz, ətrafınızdakilardan çox şey öyrənəcəksiniz. Qeyri-adi təkliflər mümkündür, onlardan imtina etmək istəməyəcəksiniz. Sınanılmış tərəfdaşlarla birləşərək mühüm qələbələr qazana bilərsiniz. Müstəqil fəaliyyət göstərməyə üstünlük verən bürc nümayəndələri bugün çətin anlar yaşayacaqlar. Bundan əlavə, düzgün qərarlar qəbul etmək üçün şəxsi təcrübə çox vaxt kifayət deyil. Bilikli bir adamla məsləhətləşmək zərər verməz, başqasının fikrindən yararlanmaq olar. Siz israfçılığa meyillisiniz, pulla bağlı diqqətli olmaq lazımdır. Əgər əvvəlcədən planlaşdırma aparılmayıbsa, bugün alış-veriş üçün uyğun zaman deyil. Həm də maliyyə əməliyyatlarına da tələsməyin. Ciddi olun. Bugün hər hansı bir işə məsuliyyətlə yanaşmağa dəyər, bu hətta sadə və tanış tapşırıqlara da aiddir. Başladığınız işi başa çatdırmaq həmişə asan olmayacaq. Davamlı olun, yarı yolda təslim olmayın. Mühüm bir məqsədə çatmaq şansınız var, onu əldən vermək olmaz. Yaxınlarınızın və sizi yaxşı tanıyan digər insanların verəcəyi məsləhətləri dinləməyə dəyər. Bu, səhvlərdən qaçmağa imkan verəcək. Günün birinci yarısında müstəqil fəaliyyət göstərməyə dəyər, ikincisi birgə layihələrdə iştirak üçün əlverişlidir. Məhsuldar gündür. Xüsusilə vacib məsələlər və məsuliyyətli qərarlarla bağlı tələsməmək vacibdir. Hər şeyi anlamaq üçün vaxt lazımdır, tələsməyə çağıranlara qulaq asmayın. Uğurlu əməliyyatlar, sərfəli alışlar mümkündür. Hətta əvvəllər kommersiya fəaliyyəti ilə məşğul olmayan bürc nümayəndələri də biznesdə şanslı olacaqlar. Əməkdaşlıq üçün maraqlı təkliflər istisna edilmir. Günün ikinci yarısı bəzi köhnə səhvləri düzəltmək, eləcə də son vaxtlar gərginləşən münasibətləri yaxşılaşdırmaq imkanı verəcək. Yaxınlarınıza qarşı diqqətli olun, onlar da eyni qayda cavab verəcəklər. Balıq. Sakit və gözəl gündür. Pis niyyətli insanlarla belə asanlıqla ümumi dil tapa biləcəksiniz. Bir çox balıqlar güc artımı hiss edəcəklər ki, bu da onlara başlaya bilmədikləri işlərin öhdəsindən gəlməyə kömək edəcək. Kifayət qədər səy göstərsəniz, gələcək uğurun təməlini qoya bilərsiniz. Yaradıcılıq qabiliyyətləriniz tam üzə çıxacaq və bir çox problemlərə gözlənilməz bucaqdan baxmağa imkan verəcək. Bununla belə, tələsik qərarlar qəbul etməməlisiniz. Bir şey etməyə başlamazdan əvvəl hər bir addımı və mümkün riskləri düşünün. Gün maliyyə məsələlərinin həlli üçün münasibdir. Nağd pul daxil olmaları mümkündür, sərfəli sövdələşmələr bağlaya bilərsiniz. İntuisiyanıza etibar edin, o sizə necə davranacağınızı və nəyə diqqət yetirəcəyinizi söyləyəcək. Bir çox peşəkar təşəbbüsləriniz uğurlu olacaq. Tezliklə uğur üçün nəyin lazım olduğunuz öyrənəcəksiniz. Şəxsi münasibətlər baxımından da gün əlverişli olacaq. Yaxınlarınızla ünsiyyət çoxlu müsbət emosiyalar gətirəcək. Axşam romantik görüş üçün idealdır. Səfərlər əvvəlcədən planlaşdırılmasa da yaxşı alınacaq. Gün yaxşı başlayacaq. Bu dəfə sizin üçün xüsusilə vacib olan yerdə uğur vəd edilir. Maraqlı işləri təxirə salmayın, tam olaraq ürəyiniz istəyəni edin. Çox vaxt intuisiyanız sizə nə edəcəyinizi söyləyəcək. Ona qulaq asın, bu düzgün qərarlar qəbul etmək, pis adamların qurduğu tələlərdən yan keçmək üçün kifayət edəcək. Günün ikinci yarısı fərqli olacaq. Emosional fon daha gərgin rəng alacaq, təmkininizi qorumaq çətinləşəcək, əhval-ruhiyyəniz tez-tez pisləşə bilər. Asan və xoş gündür. Köhnə dostlarla və sadəcə yaxşı tanışlarla ünsiyyət qurmağa şad olacaqsınız.
Bunlar adətən yaxşı xəbərləri gətirən, gözəl ideyaları paylaşan və ya gözəl təkliflər verən insanlardır. Sürprizlər, gözlənilməz hədiyyələr ola bilər. Bəzi balıqlar son vaxtlar peşman olduqları səhvləri düzəltmək şansı əldə edəcəklər. Şəxsi münasibətlərdə təşəbbüskar olmaq faydalı olacaq. Yaxınlarınız sizə dəstək olmaqdan məmnun qalacaqlar. Bürcün bəzi nümayəndələrini romantik sürprizlər və unudulmaz görüşlər gözləyir. Tələsməyin. Günün başlanğıcı vacib məsələlər və ciddi danışıqlar üçün çətin ki, uyğun olsun. Daha əvvəl başladığınız işi başa çatdırmaq üçün bu vaxtdan istifadə etmək daha yaxşıdır. Bununla belə, gələcək üçün planlar qurmaq mümkündür, amma onların həyata keçirilməsində tələsməyin. Günün ikinci yarısı yeni iş götürmək üçün münasibdir. Çətinliklər yarana bilər, amma şübhəsiz ki, onların öhdəsindən gələcəksiniz. Təcrübəniz və bacarığınız kömək edəcək. Axşam şəxsi münasibətlər baxımından xüsusilə əlverişli olacaq. Yaxınlarınızla ünsiyyət çoxlu müsbət emosiyalar bəxş edəcək.